Hər kəsə salam. Bu gün ən böyük ortaq bölən mövzusunun izahı ilə davam edirik. Baxaq birinci suala. Deyir, əbob 98 210-u hesablayın. Biz əbobu hesablamazdan əvvəl verilən ədədləri sadə vuruqlara ayırmalıyıq. 98-i sadə vuruqlara ayıraq. 2-yə bölürük 49, 7-yə bölürük 7, 7-ni də 7-yə bölürük 1. 210-u da sadə vuruqlara ayıraq. 2-yə bölürük 105, 3-ə bölürük 35, 5-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. Bildiyimiz kimi sadə vuruqlara ayırdıqdan sonra əbobu tapmaq üçün hər iki ədəddə ortaq sadə vuruqları seçib hasilini tapırıq. Baxaq, 98-də də bir dənə 2 var, 210-da da bir dənə 2 var, yəni ortaqdır. Daha sonra bir dənə 7, 98-də də var, 210-da da var. İkinci 7 baxsaq, 98-in sadə vuruğunda var, amma 210-da yoxdur. Biz nə edirik? Deməli, ortaq sadə vuruqları seçib hasilini tapırıq. Olacaq 2 vur 7, 14. Verilən ədədlərin əbobu olacaq 14. A variantı. Baxaq 2-yə. Deyir ki, əbob 48, 50-ni hesablayın. 48-i sadə vuruqlara ayıraq. 2-yə bölürük 24, 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ü də 3-ə 1. 50-ni də sadə vuruqlara ayıraq. 2-yə bölürük 25, 5-ə bölürük 5, 5-ə də 5-ə 1. Baxaq, ortaq sadə vuruqlar. Bir dənə 2 ortaqdır. Başqa ortaq sadə vuruq yoxdur. Ona görə də verilən ədədlərin əbobu olacaq 2. Daha sonra 3-ə baxaq. Əbob 126, 420. 126-nı sadə vuruqlara ayıraq. 2-yə bölürük 63, 3-ə bölürük 21, 3-ə bölürük 7, 7-ni 7-yə bölürük 1. 420-ni də sadə vuruqlara ayıraq. 2-yə bölürük 210, 2-yə bölürük 105, 3-ə bölürük 35, 5-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. İndi ortaq sadə vuruqlara seçək. Bir dənə 2 ortaqdır, bir dənə 3 ortaqdır. Daha sonra bir dənə də 7 ortaq olur. Deməli, ortaq sadə vuruqları seçib hasilini tapırıq. Əbob olacaq 2 vur 3 vur 7. 42. Baxaq növbəti suala. Hesablayın. 320, 240, 160 ədədlərinin əbobu. Hər birini sadə vuruqlara ayıraq. 2-yə bölürük 160, 2-yə 80, 2-yə 40, 2-yə 20, 2-yə bölürük 10, 2-yə bölürük 5, 5-i də 5-ə bölürük 1. Eyni qaydada 240-ı da sadə vuruqlara ayıraq. 2-yə bölürük 120, 2-yə bölürük 60, 2-yə bölürük 30, 2-yə bölürük 15, 3-ə bölürük 5, 5-i də 5-ə bölürük 1. 160-ı da sadə vuruqlara ayıraq. Eyni qaydada. 2-yə bölürük 80, 2-yə bölürük 40, 2-yə bölürük 20, 2-yə bölürük 10, 2-yə bölürük 5, 5-i də 5-ə bölürük 1. İndi hər 3 ədədin ortaq sadə vuruqlarını seçib hasilini tapırıq. Bir dənə 2 hər üçündə var. İkinci 2 də hər üçündə var. Daha sonra üçüncü 2 də hər üçündə var. Baxsaq, dördüncü 2 də hər üçündə var. Daha sonra yoxdur ortaqları. Baxsaq, 5 sadə vuruğu hər üçündə var. Aha. Və bunların hasilini tapır. Deməli, 4 dənə 2 olacaq. 2 üstü 4 vurulsun 5. 16 vur 5 olacaq 80. C variantı. 5-ə baxaq. Əbob 24, 30, 42. Sadə vuruqlara ayıraq. 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ü də 3-ə bölürük 1. 30-u ayıraq sadə vuruqlara. 2-yə bölürük 15, 3-ə bölürük 5, 5-i də 5-ə bölürük 1. 42-ni də ayıraq. 2-yə bölürük 21, 3-ə bölürük 7, 7-ni 7-yə bölürük 1. Bir dənə 2 hər 3-ü ədəddə var. Daha sonra baxsaq ortaq sadə vuruqlara. Bir dənə də 3 sadə vuruğu hər üçündə ortaqdır. Başqa ortaq sadə vuruğu yoxdur. Əbob olacaq 2 vur 3, 6. 6-ya baxaq. Əbob 48, 56, 64. Yenə sadə vuruqlara ayırırıq. Eyni qaydada. 2-yə bölürük 24, 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ə bölürük 1. 56-nı sadə vuruqlara ayıraq. 2-yə bölürük 28, 2-yə bölürük 14, 2-yə bölürük 7, 7-ni 7-yə bölürük 1. 64-ü sadə vuruqlara ayıraq. 2-yə bölürük 32, 2-yə bölürük 16, 2-yə bölürük 8, 8-ə 8-ə bölürük 1. Ortaq sadə vuruqlar. Bir dənə 2 hər üçündə var. Daha sonra ikinci 2 də hər üçündə var. Üçüncü 2 də hər üçündə var. Daha sonra başqa ortaq sadə vuruqları yoxdur. Olacaq 2 vur 2 vur 2, yəni 8. Verilən ədədlərin əbobu olacaq 8. Daha sonra baxaq 7-ci məsələyə. Əbob 120, 160, 240. Yenə sadə vuruqlara ayıraq. 2-yə bölürük 60, 2-yə bölürük 30, 2-yə bölürük 15, 3-ə bölürük 5, 5-ə 5-ə 1. 160-ı da sadə vuruqlara ayıraq. 2-yə bölürük 80, 2-yə bölürük 40, 2-yə bölürük 20, 2-yə bölürük 10, 2-yə bölürük 5, 5-i 5-ə bölürük 1. 240-ı da sadə vuruqlara ayıraq. 2-yə bölürük 120, 2-yə bölürük 60, 2-yə bölürük 30, 2-yə bölürük 15, 3-ə bölürük 5, 5-i 5-ə bölürük 1. Ortaq sadə vuruqları seçək. Deməli, bir dənə 2. Daha sonra növbəti yenə ikinci 2 hər üçündə var. Üçüncü 2 hər üçündə var. Daha sonra baxsaq,
Bir də 5 sadə vuruğu hər üçündə ortaqdır. Deməli, əbob olacaq 2 vur 2 vur 2 vur 5 olacaq 40. Doğru cavab A variantı. Baxaq 8-ci məsələyə. Deyir ki, əbob 6n plus 6-nı hesablayın. Əbob 6n plus 6 bərabərdir. Deməli, bizim bir düsturumuz var idi. Əbob və yaxud fərqi yoxdur. Əkob da ola bilər. K vurulsun A, K vurulsun B bərabər idi. K-nı əbobun və yaxud əkobun xaricinə çıxardıq. Olurdu K vurulsun əbob A, B. Baxın, bunun əkobu da doğrudur. Eyni düstura əkob üçündə yaza bilərik. İndi bu düstura əsasən biz burada nə edə bilərik? Əbob, baxın, burada 6n qalır və bu ikinci hissədən 6-nı ortaq vuruq kimi çıxaracağım mötərizə xaricinə. Olacaq n plus 1. Və indi dediyim düstura əsasən 6-nı əbobun xaricinə çıxara bilərik. Olacaq 6 vurulsun əbob n plus 1 bərabərdir. Və fikir versə, burada n plus 1 ardıcıl ədədlər olur. Məsələn, n-ə 1 versək, n plus 1 2 olacaq, yəni 1 ilə 2. Və yaxud n-ə 2 versək, n plus 1 3 olacaq, yəni 2 ilə 3-ün əbobu. Yəni, qısaca desək, n ilə n plus 1 ardıcıl ədədlərdir. Və biz də bilirik ki, ardıcıl ədədlər qarşılıqlı sadədir və qarşılıqlı sadə ədədlərin əbobu da 1-ə bərabərdir. Buradan əldə edirik ki, əbob n plus 1, n-in istənilən natural qiymətində əbobu olacaq 1. Və yekun cavab olacaq 6 vur 1, 6. Doğru cavab B variantı. Baxaq 9-cu suala. A və B qarşılıqlı sadə ədədlər olarsa, əbob AB nəyə bərabərdir? Bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu isə onların hasilinə bərabərdir. Doğru cavab A variantı. Ölçüləri 54 metr və 72 metr olan düzbucaqlı şəklində tarlanın ətrafına və künclərinə bir-birindən eyni məsafədə ağaclar əkilməlidir. Bunun üçün ən az neçə ağac lazımdır? Deməli, düzbucaqlı şəklində tarladır. Məsələn, bir düzbucaqlı çəkək. Məsələnin mahiyyətini başa düşmək üçün. Deməli, bu düzbucaqlı şəklində olan tarlanın enini verib bizə 54 metr, uzunluğu da 72 metrdir. Deyir ki, tarlanın ətrafına və künclərinə bir-birindən eyni məsafədə. Yəni, baxın, bu künclər də daxil olmaqla bir-birindən eyni məsafədə ağaclar əkilməlidir. Və bizə deyir ki, bunun üçün ən az neçə ağac lazımdır? Biz yəni ən az ağacın sayını tapmaq üçün bilməliyik ki, bu ağaclar bir-birindən ən böyük məsafədə yerləşməlidir. Yəni, ən böyük bərabər məsafədə yerləşməlidir ki, ağacların sayı az olsun. Və biz əvvəlcə tapaq görək, bu ağaclar bir-birindən hansı ən böyük məsafədə əkilməlidir. Bunun üçün 54 və 72-nin əbobunu hesablamalıyıq. Əbob 54, 72. Bunun üçün və biz burada nə edə bilərik? Sadə vuruqlara ayırmadan da bu ədədlərin əbobunu hesablaya bilərik. Məsələn, 54-ü yazaram 18 vur 3 kimi, 72-ni də yazaram 18 vur 4 kimi. Və burada 18-i əbobun xaricinə çıxarsam, olacaq 18 vur əbob 3, 4. 3 ilə 4 qarşılıqlı sadə ədədlərdir. Əbobları 1-ə bərabərdir. Onda olacaq 18 vur 1 bərabərdir 18. Deməli, həmin ağaclar bir-birindən 18 metr məsafədə əkilməlidir. Biz məsafəni tapdıq. Yəni, buradan qeyd edək, 18 metr məsafədə əkilməlidir. İndi bizə lazımdır ki, bu ağacların sayını tapaq. Yadınızda saxlayın, ağacların sayını tapmaq üçün düzbucaqlının perimetrini hesablayıb həmin bərabər məsafəyə bölürsünüz. Əvvəlcə perimetri hesablayaq, olacaq 2 vur 54 plus 72 bərabərdir. 2 vurulsun, olacaq 126, olacaq 252. Deməli, perimetr oldu 252 və ağacların sayını tapmaq üçün dedik, perimetri bölürük o tapdığımız məsafəyə. 252-ni bölürük 18. Bərabər olur 14. Deməli, ən az 14 ağac əkilməlidir. Doğru cavab A variantı. Daha sonra qarşılıqlı sadə ədədlər. Əvvəlcə biz qarşılıqlı sadə ədədlərin nə olduğunu izah edək, ondan sonra testlərə baxaq. Deməli, qarşılıqlı sadə ədədlər nədir? Birdən başqa ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Və yaxud belə deyə bilər ki, heç bir ortaq sadə vuruğu olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Yəni, 2 dənə ədəd verilsə, qarşılıqlı sadə olub olmadığını necə bilərik? Yəni, bu 2 ədədi sadə vuruqlara ayırırıq. Əgər ortaq sadə vuruqları yoxdursa, deməli, həmin ədədlər qarşılıqlı sadə ədədlərdir. İndi baxaq birinci suala. Deyir, aşağıdakı ədədlər cütlərindən hansı qarşılıqlı sadə ədəddir? A variantına baxsaq 5 ilə 25 və hər ikisinin ortaq böləni var. Hər ikisi 5-ə bölünür. Deməli, bunlar qarşılıqlı sadə ola bilməz. B variantında 12-15. Hər ikisi 3-ə bölünür. Deməli, ortaq bölənləri var. Bu da qarşılıqlı sadə deyil. 9 ilə 16-ya baxsaq, 9 ilə 16-nın birdən başqa ortaq bölənləri yoxdur. Deməli, 9 ilə 16 qarşılıqlı sadə olacaq. D variantına baxsaq, 11 ilə 33. Hər ikisi 11-ə bölünür. Ona görə bunlar qarşılıqlı sadə ola bilməz. 2-yə baxaq. Deyir ki, 9 ədədindən kiçik və onunla qarşılıqlı sadə olan neçə ədəd vardır? Baxaq. Yadınızda saxlayın, bu qarşılıqlı sadə ədədlərdə 3 dənə əsas qeydi deyim. Deməli, birinci qeydimiz nədir? Ardıcıl gələn natural ədədlər qarşılıqlı sadədir. Ardıcıl gələn natural ədədlər qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. İkinci qeydimiz belədir ki, ardıcıl gələn tək natural ədədlər
tək natural ədədlər qarşılıqlı sadədir. Üçüncü qeydimiz belədir ki, vahid, yəni 1 istənilən ədədlə qarşılıqlı sadədir. İstənilən ədədlə qarşılıqlı sadədir. Qarşılıqlı sadədir. Bu 3 qeydi yadınızda saxlayın və bu 3 qeyddən əlavə də dedik, birdən başqa ortaq böləni olmayan ədədlər qarşılıqlı sadə ədədlərdir. İndi baxaq ikinci suala. Deyir ki, 9 ədədindən kiçik və onunla qarşılıqlı sadə olan neçə ədəd vardır? Deməli, baxaq. 1 ilə 9-u götürək. 1, 9. Dedik ki, 1 istənilən ədədlə qarşılıqlı sadədir. Deməli, bu olacaq qarşılıqlı sadə. Daha sonra 2 ilə 9-u götürsək, 2 ilə 9-un da birdən başqa ortaq bölənləri yoxdur, qarşılıqlı sadə olur. 3 ilə 9 ortaq bölənləri var, 3-ə bölünür hər ikisi, qarşılıqlı sadə deyil. 4 ilə 9 qarşılıqlı sadədir, ortaq bölənləri yoxdur. 5, 9 qarşılıqlı sadədir. 6, 9 qarşılıqlı sadə deyil, hər ikisi 3-ə bölünür. Daha sonra 7, 9 7 və 9 qarşılıqlı sadədir, çünki birdən başqa ortaq bölənləri yoxdur. 8, 9 baxın ardıcıl yerləşən natural ədədlərdir, qarşılıqlı sadədir. Deməli, 9-dan kiçik 9 ilə qarşılıqlı sadə olan 1, 2, 3, 4, 5, 6 dənə ədəd var. Doğru cavab D variantı. Baxaq 3-ə deyir, aşağıdakılardan hansıları qarşılıqlı sadədir? 2 ardıcıl natural ədəd. Bəli, az öncə dedik ki, ardıcıl gələn natural ədədlər qarşılıqlı sadədir. Bir doğrudur. 2 ardıcıl tək natural ədəd. Bəli, ardıcıl gələn tək natural ədədlər qarşılıqlı sadədir. 2 ardıcıl cüt natural ədəd. Xeyr, qarşılıqlı sadə olmayacaq. Çünki onlar cüt ədədlər 2-yə bölünür. Yəni birdən başqa ortaq bölənləri olur. Ona görə də 2 ardıcıl cüt natural ədəd heç zaman qarşılıqlı sadə ola bilməz. Doğru cavab 1 ilə 2. C variantı. 42 ədədi aşağıdakılardan hansı ilə qarşılıqlı sadədir? 24 ilə qarşılıqlı sadə ola bilməz, çünki hər ikisi 2-yə bölünür. Daha sonra 27 ilə də qarşılıqlı sadə ola bilməz, hər ikisi 3-ə bölünür. 28 ilə də qarşılıqlı sadə ola bilməz, hər ikisi 7-yə bölünür. Deməli, doğru cavab B variantıdır. Aşağıdakı ədədlər cütlərindən hansı qarşılıqlı sadədir? 100 və 102, hər ikisi 2-yə bölünür, qarşılıqlı sadə deyil. Daha sonra 98, 102 də hər ikisi 2-yə bölünür, qarşılıqlı sadə deyil. Daha sonra, baxın 99 ilə 101 ardıcıl gələn tək natural ədədlərdir və dedik ki, ardıcıl gələn tək natural ədədlər qarşılıqlı sadədir. C variantında 99, 102 hər ikisi 3-ə bölünür, ona görə qarşılıqlı sadə ola bilməz. Aşağıdakı ədədlərdən hansı sadə ədəd deyil? Deməli, 1, yadınızda saxlayın, 1 nə sadədir, nə də mürəkkəb. Doğru cavab A variantı. 7-yə baxaq, 24 ədədindən kiçik və onunla qarşılıqlı sadə olan neçə ədəd vardır? Deməli, 1 ilə 24 qarşılıqlı sadədir. 2 ilə 24 ola bilməz, hər ikisi 2-yə bölünür. 3 ilə 24 də ola bilməz, qarşılıqlı sadə ədədlər ola bilməz, hər ikisi 3-ə bölünür. Daha sonra 4, 24 ola bilməz, 5, 24 qarşılıqlı sadədir. Birdən başqa ortaq bölənləri yoxdur. Daha sonra 6 ilə 24 ola bilməz, hər ikisi 6-ya bölünür. 7 ilə 24 qarşılıqlı sadədir. 8, 24 ola bilməz, hər ikisi 8-ə 2-yə bölünür, yəni birdən başqa ortaq bölənləri var. Daha sonra 9, 24 ola bilməz, hər ikisi 3-ə bölünür. 10 və 24 ola bilməz, 11 və 24 qarşılıqlı sadədir, hər ikisi. Daha sonra 12, 24 ola bilməz, hər ikisi 2-yə bölünür. 13, 24 qarşılıqlı sadədir, çünki ortaq sadə vuruqları yoxdur. 14, 24 ola bilməz, 15, 25 ola bilməz, 15, 24 üzr istəyirəm, ola bilməz. 15, 24 ola bilməz, 16, 24 ola bilməz. 17, 24 qarşılıqlı sadə ədədlərdir. 18, 24 ola bilməz. 19, 24 qarşılıqlı sadə ədədlərdir. 20, 24 ola bilməz. 21, 24 ola bilməz. 22, 24 ola bilməz. 23, 24 qarşılıqlı sadə ədədlərdir. Deməli, 24 ədədindən kiçik və onunla qarşılıqlı sadə olan ədədlərin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə qarşılıqlı sadə ədəd var. Deməli, bunu bu şəkildə bir-bir sadalamaqla da tapmaq olar. Yəni, bu şəkildə tapdıq. Bunun asan yolunu mən sizə göstərim. Məsələn, tutaq ki, böyük bir ədəd verilər. Deyər ki, həmin ədəddən kiçik və bu ədədlə qarşılıqlı sadə olan neçə ədəd var. Biz birdən başlayaraq o ədədə qədər bütün ədədləri yoxlasaq, yəni bizim vaxtımız gedər. Bunun üçün ayrıca bir düstur var. İndi bu 7-ci məsələdə o düsturu tətbiq edəcəm. Belə bir məsələlərdə nə edirik? 24-ü sadə vuruqlara ayırırıq. 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-ə bölürük 1. Daha sonra 24-ü bu sadə vuruqların qüvvəti şəklində yazırıq. 2-dən 3 dənədir, olacaq 2 üstü 3, vurulsun 3-dən 1 dənədir, olacaq 3 üstü 1. Düsturumuz belədir. 24-dən kiçik, 24 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün 24-ü vururuq, 1 çıxılsın. Baxın, bu sadə vuruğun tərsi, 2-nin tərsi 2-də 1. Vurulsun, 1 çıxılsın, bu 3 sadə vuruğunun tərsi olacaq 3-də 1. Və bunu hesablayırıq. Olacaq 24 vurulsun, 1-dən 2-də 1 çıxırıq, olur 2-də 1, 1-dən 3-də 1 çıxırıq, olur 3-də 2. Və bunu vursaq 24 vurulsun, bunlar ixtisar gedir, 3-də 1, 24 ilə də 3 ixtisar gedir, olur 8. Deməli, və biz də bir-bir yoxlamaqla elə 24-dən kiçik 24 ilə qarşılıqlı sadə olan ədədlərin sayını 8 dənə tapmışdır. Yəni, bu düsturu da yadınızda saxlayın. Baxaq 8-ə. 35 ədədi hansı ədədlə qarşılıqlı sadədir? 15 ədədi ilə qarşılıqlı sadə ola bilməz, hər ikisi 5-ə bölünür. 7 ilə də ola bilməz, hər ikisi 7-yə bölünür. Daha sonra 20 ilə də ola bilməz, hər ikisi 5-ə bölünür. Doğru cavab C variantıdır, 27.
Aşağıdakı ədədlər cütlərindən hansı qarşılıqlı sadə deyil? Burada baxsaq, C variantı qarşılıqlı sadə deyil, çünki 15 və 51 hər ikisi 3-ə bölünür. Ona görə də qarşılıqlı sadə ola bilməz. Onda deyir ki, aşağıdakılardan hansıları hər zaman qarşılıqlı sadədir? 2 sadə ədədin kvadratı. 2 dənə sadə ədəd götürək. Məsələn, 2 və 5. Baxın, 2 və 5 hər ikisi sadədir. Və bu 2 sadə ədədin kvadratlarını tapsam, məsələn, 2-nin kvadratı 4, 5-in kvadratı 25. Və bu 2 sadə ədədin kvadratları hər zaman qarşılıqlı sadə olacaq. Daha sonra, yəni 1 doğrudur. 2-yə baxsaq, sadə və mürəkkəb ədəd. Bir dənə sadə ədəd götürürəm 5, bir dənə mürəkkəb ədəd götürürəm 10. Baxsaq, 5 və 10 qarşılıqlı sadə deyil. Hər ikisi 5-ə bölünür. Yəni biz burada hökm edə bilmərik ki, sadə və mürəkkəb ədəd hər zaman qarşılıqlı sadədir. Ola da bilər, olmaya da bilər. Məsələn, bir dənə sadə ədəd götürürəm, tutaq ki, nə götürək 2, mürəkkəb ədəd götürək 9. Baxın, bu halda 2 sadə ədəddir, 9 mürəkkəbdir. Qarşılıqlı sadə olur. Amma bu birinci dediyim halda qarşılıqlı sadə olmur. Yəni bunu biz hökm edə bilmərik ki, sadə və mürəkkəb ədəd hər zaman qarşılıqlı sadədir. Ola da bilər, olmaya da bilər. Deməli 2 doğru deyil. 2 sadə ədəd, bəli, 2 sadə ədəd hər zaman qarşılıqlı sadədir. 3 də doğrudur. 1 ilə 3 deməli hər zaman qarşılıqlı sadə olur. Doğru cavab D variantı.